Hər kəsi salamlayıram. Gəlin heç vaxt itirmədən birbaşa mətləbə keçək. Bugün biz sadəcə növbəti bir hüquqi sənədi oxumayacağıq. Tam əksinə, riyaziyyatın və hüququn necə üz-üzə gəldiyini incələyəcəyik. Söhbət Azərbaycan Respublikası Ali Məhkəməsinin pensiya qanunvericiliyi ilə bağlı verdiyi və ölkə miqyasındakı böyük bir xaosu, ziddiyyəti həll edən 01-2026 nömrəli tarixi qərardadından gedir. Mürəkkəb hüquqi terminləri və o qəliz aktuar riyaziyyatı hər kəs üçün tam aydınlaşdıracağımız bugünkü izahımıza xoş gəlmisiniz. Başlayaq. 10 aprel 2026-cı ildə qəbul edilmiş bu qərardat əslində bütün hekayəmizin təməl daşıdır. Bu, kiminsə fərdi məhkəmə işi deyil, yox. Bu, aşağı instansiya məhkəmələri ilə Dövlət Sosial Müdafiə Fondu arasında illərdir davam edən və bütün bir ölkəni əhatə edən böyük bir normativ kolliziyanı, yəni hüquqi düyünü kəsən yekun sözdür. Ali məhkəmə bununla qaydaları hər kəs üçün bir dəfəlik aydınlaşdırdı. Yaxşı, bəs ortadakı bu böyük mübahisə nə idi? Səyahətimizin xəritəsinə qısaca nəzər salaq. Əvvəlcə pensiya hüquqları üzrə mübahisəyə baxacağıq. Sonra bu münaqişənin arxasındakı riyaziyyatı söküb yığacağıq. Ardından hüquqi kolliziyanın şifrəsini açacağıq. Dördüncü, Ali məhkəmənin qərarını təhlil edəcəyik. Və sonda zaman hüdudları və hüquqi müəyyənlik məsələsinə toxunacağıq. Beləliklə, birinci bölmə. Pensiya hüquqları üzrə mübahisə. Abstrakt quru qanunlardan danışmazdan əvvəl, gəlin bunu real bir insanın həyatı üzərindən izah edək. Qəhrəmanımız Nurəddin Caniyevinin işi biraz müəmmalıdır. Baxın, 2017-ci ildə o, erkən, yəni güzəştli şərtlərlə pensiyaya çıxır. Amma adam evdə oturmur. İşləməyə və təbii ki, dövlətə sığorta kapitalı ödəməyə davam edir. 2023-cü ildə qanuna uyğun olaraq pensiyası yenidən hesablanır və 566 manat 73 qəpiyə qalxır. Əvla səslənir, elə deyilmi? Daha çox işləmsiniz, daha çox qazanmışsınız. Amma cəmi bir ildən sonra 2024-cü ildə Dövlət Fondu birdən-birə inzibati qərarla bu məbləği 482 manat 5 qəpiyə endirir. Heç təsəvvür edirsiniz? İşləyib kapital toplayırsınız, amma bir qərarla aylıq gəliriniz azalır. Təbii ki, o məhkəməyə müraciət edir və 2025-ci ildə aşağı instansiya məhkəmələri onun haqlı olduğunu təsdiqləyir. Bəs yaxşı, bu qəfil azalmanın arxasında konkret nə dayanırdı? İkinci bölmə, münaqişənin arxasındakı riyaziyyat. Məhz burada biz o azalmanın gizli səbəbini tapacağıq. Bütün bu xaosun mərkəzində GPOM deyilən bir anlayış dayanır. Gözlənilən pensiya ödənişi müddəti. Termin sizi heç qorxutmasın. Bu sadəcə riyazi bir aktuar parametrdir. Dövlətin müəyyən etdiyi qaydaya görə standart bir vətəndaş üçün bu rəqəm 144 aydır, yəni 12 il. İndi burada çox önəmli bir detala diqqət edək. Bu rəqəm sizin nə qədər yaşayacağınızı və ya pensiyanı nə qədər müddət alacağınızı qətiyyən məhdudlaşdırmır. Yəni, siz 30 il yaşasanız belə, yenə də ömürlük pensiya alacaqsınız. Bu 144 rəqəmi sadəcə olaraq illərlə topladığınız kapitalı aylıq məbləğə çevirmək üçün istifadə edilən şərti bir böləndir. Bir növ riyazi alətdir. İndi gəlin mexanizmin necə işlədiyinə baxaq. Standart pensiyaçı üçün bölən həmişə 144-dür. İşləyən pensiyaçının gəliri hər 6 ildən bir, yəni 72 aydan bir yenidən hesablananda düstur lap sadələşir. 144-72 bərabərdir 72. Yəni, son 6 ildə topladığınız o əlavə pul kiçik bir rəqəmə cəmi 72-yə bölünür və nəticədə pensiyanız əhəmiyyətli dərəcədə artır. Amma güzəştli şərtlərlə erkən pensiyaya çıxanlar üçün qanunda 144 üstəgəl D adlanan xüsusi bir riyazi model var idi. Buradakı D hərfi sizin erkən çıxdığınız yaşla standart pensiya yaşı arasındakı ayların fərqidir. Sistemin məntiqi belədir. Sən erkən pensiyaya çıxmısansa, deməli o pensiyanı daha uzun illər boyu alacaqsan, buna görə də sənin o ilkin bölənin daha böyük olmalıdır. Aydındır? Bəs bu riyazi fərq bizim qəhrəmanımız Caniyevin işində necə bir nəticə verdi? Caniyevin işində bu rəqəm 204 idi. O, düz 11 il, yəni 132 ay erkən pensiyaya çıxmışdı. Təsəvvür edin, onun ilkin böləni 144 üstəgəl 132 bərabərdir 276 idi. Və illər sonra onun maaşı yenidən hesablanarkən 276-dan 72 ay çıxıldı və bölən olaraq düz 204 rəqəmi tətbiq edildi. Baxın, standart bir pensiyaçının əlavə kapitalı 72-yə bölünərkən, Caniyevin eyni miqdarda kapitalı riyazi olaraq dəfələrlə böyük bir rəqəmə, yəni 204-ə bölündü. Və bu, mükəmməl şəkildə izah edir ki, niyə onun aylıq pensiya artımı qəfildən elə kəskin şəkildə azaldı.
Yəni, məsələ heç də fondun ondan bilərəkdən, qərəzli şəkildə pul kəsməsi deyildi, məsələ bu xüsusi riyazi düsturun sistemə uyğun olaraq avtomatik tətbiq edilməsi idi. Üçüncü bölmə, hüquqi kolliziyanın şifrəsinin açılması. İndi isə işlər biraz da qəlizləşir. Çünki az öncə danışdığımız bu riyazi modelin əsaslandığı həmin o qanun maddəsi əslində ləğv edilmişdi. Bəli, 2022-ci ildə qanunverici orqan bu xüsusi artım qaydasını yaradan maddəni, yəni 45-ci maddənin ikinci cümləsini sildi və düz bu nöqtədə iki tamamilə fərqli hüquqi baxış şiddətlə toqquşdu. Aşağı instansiya məhkəmələri deyirdi ki, baxın, o qanun artıq yoxdur. O yalnız insanların vaxtilə ilkin pensiya təyinatı aldığı ana aid idi. Ləğv olunmuş qanun dirilib gələcəkdəki yenidən hesablamalara tətbiq edilə bilməz. Bu yanaşma əlbəttə ki, pensiyaçıların xeyrinə idi. Digər tərəfdə, dövlət fondu isə tamam fərqli bir arqumentlə çıxış edirdi. Onlar 2022-ci ilin qanun dəyişikliyində yer alan keçid müddəasına istinad edərək deyirdilər ki, orada köhnə pensiyaçılar üçün məhz yenidən hesablama sözü açıq-aşkar yazılıb. Beləliklə, eyni qanun, eyni ölkə, amma ortada bir-birini təkzib edən iki hüquqi təfsir var idi. Dördüncü bölmə. Ali Məhkəmənin qərarı. Ölkə daxilində üzə çıxan bu ziddiyyət o deməkdir ki, yüzlərlə eyni cür məhkəmə işi var idi. Lakin vahid bir təcrübə yox idi. Biri pensiyanı azaldır, məhkəmə isə bərpa edirdi. Hüquq sisteminin o sistemli bütövlüyü açıq şəkildə təhlükə altındaydı. Bütün bu xaosdan sonra tərəzinin daşını əyan edən elə həmin o 2022-ci il qanun dəyişikliyinin 2.2 keçid müddəası oldu. Sənəddə çox aydın və birmənalı şəkildə yazılıb, bu qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına münasibətdə tətbiq edilmir. Yəni, Ali Məhkəmə baxdı və dedi ki, qanunverici orqan bu dəyişikliyi edəndə keçmişdə yaranmış və artıq köklənmiş pensiya sistemini qorumaq üçün orada məhz yenidən hesablanmasına sözünü xüsusi olaraq bilərəkdən qeyd edib. Gəlin Ali Məhkəmənin bunu necə əsaslandırdığına diqqət edək, çünki bu sadəcə quru bir mətn oxumaq deyil. Ali Məhkəmə qanunun o hərfi, yəni sözbəsöz təfsirini kənara qoydu. Bunun əvəzində teleoloji təfsir adlanan çox maraqlı bir metodu tətbiq etdi. Bu nə deməkdir? Bu deməkdir ki, məhkəmə qanunvericinin əsl məqsədi və daxili iradəsi nə idi sualına cavab axtardı. Qanunu yazanlar o yenidən hesablama sözünü ora sadəcə cümlə bəzəyi olsun deyə yazmamışlar. Əsas məntiq budur. Əgər bir vətəndaş sistemə ilkin olaraq 144+D adlı xüsusi aktuar modellə daxil olubsa, illər sonra əlavə kapitalı hesablayarkən birdən-birə bu modeli dəyişib, adamı standart rejimə keçirmək bütün pensiya institutunun onurğasını sındırardı. Ali Məhkəmə məhz bu modelin sistemli bütövlüyünü qorudu. Yəni, güzəştli hesablamayla başlayan proses elə məntiqi olaraq güzəştli modellə də davam etməlidir. 5-ci bölmə. Zaman hüdudları və müəyyənlik. Yaxşı, bəs artıq məhkəməni udmuş, evində rahatca qərarını gözləyən onlarla pensiyaçı necə olacaq? İndi onların hamısının qərarı kütləvi şəkildə ləğv ediləcək? Qətiyyən yox. Ali Məhkəmə cəmiyyətdə hər hansı bir hüquqi anarxiyanın qarşısını almaq üçün çox incə bir gediş etdi və 3 qəti zaman hüdudu müəyyənləşdirdi. Birinci addım. Bu yeni vahid mövqe yalnız 10 aprel 2026-cı ildən sonra məhkəmələrə verilən yeni iddialara şamil olunacaq. İkinci addım. Hələ yekunlaşmamış, yəni hazırda birinci instansiyada davam edən işlərə tətbiq ediləcək, amma ən mühüm olanı üçüncü addımdır. Əgər vətəndaş artıq aşağı instansiya məhkəmələrində köhnə təcrübəyə əsaslanaraq məhkəməni qazanıbsa, apellyasiya və kassasiya mərhələlərində onların qərarları məhz bu yeni qərarda da əsaslanaraq ləğv edilə bilməz. Bəli, Ali Məhkəmə vətəndaşların o qazanılmış hüquqlarını və ən əsası dövlətə qanunu olan legitim etimadını xüsusi bir qoruyucu rejimə aldı. Əgər siz qaydalar dəyişmədən öncə udmusunuzsa, qərarınız qüvvədə qalır, amma gələcək proseslər üçün qaydalar artıq hamı üçün bəllidir. Və bu bizi üzərində düşünməli olduğumuz yekun bir nöqtəyə gətirib çıxarır. Gördüyünüz kimi, Ali Məhkəmənin bu 01-2026 nömrəli qərardadı sadəcə olaraq riyazi bir bölənin, yəni 72-nin yoxsa 204-ün seçilməsi kimi bəsit bir məsələ deyildi. Bu, hüquqda çox fundamental, az qala fəlsəfi bir toqquşmanın həlli idi. Bir tərəfdə dövlətin büdcəsinin və pensiya fondunun 10 illiklərə hesablanmış riyazi sabitliyi, digər tərəfdə isə vətəndaşların ədalətə və qazanılmış haqlarına olan inamı. Bu qərar əslində hər iki tərəfə möhtəşəm bir kompromis təqdim etdi. Dövlətə sistemin bütövlüyünü geri qaytardı, vətəndaşa isə məhkəmə aktlarının sabitliyi ilə hüquqi müəyyənlik verdi.
Yəni oyunun ortasında qaydaların dəyişməyəcəyinə zəmanət verdi. Növbəti dəfə hər hansı bir qanunvericilik haqqında düşünəndə xatırlayın ki, sənədlərdəki hər bir quru riyazi rəqəmin arxasında belə nəhəng bir hüquqi qala var. Sizcə də hüquq sistemi əslində həm də cəmiyyətin riyazi mətndəki təcəssümü deyilmi? Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti izahlarımızda görüşənədək özünüzə yaxşı baxın.